İki anti-şiş dərmanının kombinasiyası siçanların ömrünü əhəmiyyətli dərəcədə uzadıb və qocalıqda onların sağlamlığını yaxşılaşdırıb. Qısa xəbər. Az xəbər verir ki, bunu Max Planck Yaşlanma Biologiyası İnstitutu və Universitet Kollecinin alimləri müəyyən ediblər. Mütəxəssislər bu dərmanların adlarını da açıqlayıblar. Rafamisin və Trametinib araşdırma Nature Agin jurnalında dərc olunub. Mütəxəssislər ümid edirlər ki, nəticələr insanlarda aktiv uzunömürlülüyün uzadılmasında yeni addım olacaq. Ayrı-ayrılıqda Rafamisin ömrü 15-20%, Trametinib isə 5-10% uzada bilər. Ancaq bu müddətdə onlar eksperimental siçanların ömrünü təxminən 30% artıraraq heyrətamiz bir nəticə nümayiş etdiriblər. Yəni yalnız nəticələrin cəmini deyil, sinergik effekt verirlər. Bundan əlavə qocalmış siçanlarda bu cür kombinasiya terapiyasını qəbul edərkən toxumalarda və beyində xroniki iltihabın əhəmiyyətli dərəcədə azalması, həmçinin onkologiyanın inkişafının ləngiməsi qeyd edilib. Dərmanların ayrıca istifadəsi ilə müqayisədə heç bir yeni yan təsir tapılmayıb. Hər iki dərman artıq xərçəng müalicə sistemlərində vasitə kimi təsdiqlənib. Mütəxəssislər bu dərmanların optimal dozasını və tətbiqi üsulunu müəyyən etmək niyyətindədirlər. Bundan sonra növbəti addım insanlar üzərində klinik sınaqlarda kombinasiyanı sınaqdan keçirmək olacaq.